Bugün sizə Samsung'un yeni orta segment modelləri olan A56 və A36 barədə məlumat çatdıracağım. Hər iki smartfon ekranı 1200 nit parlaqlıq səviyyəsində parlaq günəş işığında belə çox aydın görüntü təklif edir. Galaxy A56 Exynos 1580 prosesorla təchiz olunub. 8 GB RAM və 256 GB daxili yaddaşa malikdir. Galaxy A36 isə Snapdragon 6 Gen 3 prosesorla gəlir. Həmçinin 8 GB RAM və 256 GB yaddaş təklif edir. Hər iki cihaz Android 15 əməliyyat sistemi və One UI 7 interfeysi ilə çalışır. Hər iki smartfon 5000 mAh batareya tutumuna malikdir və 45 Watt sürətli şarj dəstəyi ilə qısa müddətdə enerjini yığır. İndi isə keçək kameralara. Galaxy A56-nın arxa tərəfində 50 megapikselli əsas kamera, 12 megapikselli ultra geniş bucaqlı kamera və 5 megapikselli makro kamera yerləşir. Ön tərəfdə isə 12 megapikselli selfie kamerası mövcuddur. Galaxy A36-da isə 50 megapikselli əsas, 8 megapikselli ultra geniş və 2 megapikselli makro kamerası var. Selfie kamerası isə 13 megapikseldir. Hansı smartfon seçmənizdən asılı olmayaraq bu smartfonları irşad istənilən mağazalara, veb-sayt və mobil tətbiq vasitəsilə əldə edə bilərsiniz. Hər hansı bir sualınız yaranarsa bu videonun şərh bölməsində qeyd edin və yaxud da ki ulduz 0171 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun dostlar.